Quldarlıq dövrünün quldarlarının öz qullarına qarşı davranışı bax belə olmuşdu. Allah Teala isə Quran-ı Kərimdə buyurur ki, əgər bəndələrim, qullarım mənim əmrimdən çıxdıqdan sonra öz hərəkətlərinə görə peşman olsalar, onları bağışlayaram. Çünki mən mərhəmətli və mehribanam. Aşağıdakı ayəyə diqqət yetirək. Ey mənim özlərinə qarşı həddini aşmış və zülm edən bəndələrim, Allahın rəhmətindən ümidinizi üzməyin. Allah bütün günahları bağışlayır. O bağışlayandır, rəhimlidir. Zümər surəsi 53-cü ayə. Yuxarıda deyilənləri nəzərə aldıqda məlum olur ki, aləmlərin Rəbbi ifadəsindən sonra Rəhman, mərhəmətli və Rəhim, mehriban sifətlərinin gəlməsi onu çatdırır ki, Allah-u Teala qüdrət sahibi olduğu halda öz bəndələrinə qarşı mehriban davranır. Onun belə davranması bəndələrini ona qarşı rəğbətləndirir və onlar Ər-Rəhmanur-Rəhim cümləsini səmimi qəlbən deyirlər. Bununla da Allah-u Teala'nın öz bəndələrinə qarşı davranışı ilə quldarların sahib olduqları qullara qarşı rəftarı arasında nə qədər fərq olduğu məlum olur. Daha çox insan faydalansın deyə bu videonu bəyən və yadda saxla.